Önür saxla. Pişirən çoxdur, amma danışan yoxdur. İki getdik. Ora. Masa arxasına. Salam. Masa arxasına xoş gəldiniz. Mən şef Elnur Eyvazov. Və mən şef Rüstəm Namazlı. Biz sizə kulinariya sirlərini danışmağa gəlmişik. Salam. Masa arxasına xoş gəlmisiniz. Bugünkü qonağımız şef Daşqın Məlikovdur. Biz Daşqın Məlikovla bugün kulinariya haqqında müəyyən mövzuları müzakirə edəcəyik, müəyyən suallar verəcəyik və o da bizə öz cavablarını bildirəcək. Şef, xoş gəlmisən. Xoş gördük. Hər birinizi salamlayıram. Ümid edirəm bu podkast uğurlu və xeyirli olar. İnşallah. İstəyərik səninlə mövzunun təməlindən başlayaq. Şef kimdir? Şef kimlərə deyilir və yaxud kim özünə şef deyə bilər? Ümumiyyətlə mövzu belə giriş eləsək, hamı özünə şef deyə bilər. Amma şef demək üçün bəlli bir karyera yolu keçmək lazımdır. Ən azından bəlli bir istər praktiki olaraq, istər nəzəri olaraq biliklərə sahib olmaq lazımdır. Artıq ondan sonra şef olaraq formalaşmaq olar. Bu da ki, bir neçə mərhələdən, hətta bir neçə ildən ibarətdir. Amma təəssüf ki, günümüzdə hər kəs özünə şef deyə bilir. Bu biraz Bu günümüzün aznacaqlı reallığıdır. Bəli, bəli. Yaxşı, bir aşpaz necə hiss edə bilər ki, mən uca şefəm? Yəni bunu hiss eləməyə ehtiyac yoxdur. Artıq belə deyim də, siz tələbə yetişdirə bilirsinizsə, bu biraz dolaylı mövzudur. Yəni hamı tələbə yetişdirə bilər, amma keyfiyyətli tələbə yetişdirə bilirsinizsə və artıq öz karyeranızda pikə çatdığınızı düşünürsünüzsə, mənim üçün mən belə düşünürəm ki, pik yoxdur bu sənətdə. Çünki davamlı öyrənməli, davamlı inkişaf eləmək lazımdır ki, yeni nəslə, sizdən sonra gələnlərə nəsə öyrədə biləsiniz. Amma artıq bəlli bir mərtəbəyə çatandan sonra siz öz bilgilərinizi tam əminliklə, paxıllıq etmədən paylaşa bilirsinizsə, artıq şef olaraq formalaşmısınız demək olar. Daşqın bəy, hər aşpaz şef ola bilərmi? Yoxsa şef olmaq üçün xüsusi bir istedad mı olmalıdır? Mən düşünürəm ki, yəni %90 bir istedad lazımdır. Çünki siz təməldən təbii ki, ətrafınızda formalaşdığınız restoranda mı deyim, təhsil ocağında mı deyim, sizi uğura aparan insanlarla əlaqə qurmaq və düzgün araşdırma eləmək, bu da bir növ düzgün karyera yolu seçmək, biraz istedada bağlı bir şeydir. Yəni %90-ı mənə görə istedaddan asılı olan bir şeydir. Çünki siz harda necə davranmalı, nələri öyrənməli, kimlərlə kontakta girməlisiniz və uğurlu karyeranı necə qurmaq lazımdır, onu bilmək üçün bir növ istedada ehtiyac var. Amma bu da bir reallıqdır ki, hər kəs də şef ola bilməz. Yəni çünki o da bir istedad tələb edir. Mənim düşüncəmə görə bir idarəçilik tələb edir, bir komanda ilə işləməyə bacarığı, komanda psixologiyasını anlamaq bacarığı tələb edir. Ümumiyyətlə mən mövzunu biraz açmaq istəyirəm. Nəyə görə? Şef olmaq üçün. Məsəl üçün, qastrologiya sektoru elə bir şeydir ki, bu hər bir sahə ilə əlaqəlidir. İstər biologiya olsun, istər tarix olsun, istər fizika olsun. Hətta mən deyərəm psixologiya belə işin içində var. Artıq siz şef olaraq formalaşdıqda ən azı digər saydığım tərəflərdən bir balaca bilginiz olmalıdır. Ən azından hesablama baxımından, ən azından qidanın tərkibi baxımından, dəyərlər baxımından, orada gedən fiziki proseslər baxımından, kimyəvi proseslər baxımından. Bundan əlavə, məsələn, siz bir komanda idarə edirsinizsə, hər bir fərdin psixologiyası fərqlidir. Və siz hər fərdə elə yanaşmalısınız ki, burada artıq bir vəhdət təşkil olunsun və komanda öz axarında işini idarə edə bilir. Bəli, birlik olsun və sizin komandanız, belə deyək də, siz olmasanız belə sizin işinizi irəli aparmağı bacarmalıdır. Siz peşə məktəbləri haqqında nə düşünürsünüz? Sizcə peşə məktəbləri yetərincə təhsil verirmi aşpazlara? Yetərincə praktika verirmi? Mən belə düşünürəm ki, peşə məktəbləri nəzəri baxımından hardasa qane edəcək dərəcədə, düzdür, hal-hazırdakı peşə təhsilində olan nəzəriyyə bizim hədəflədiyimiz, hansı ki, fransız qastrologiyası və ya dünya miqyasında çıxa biləcək qastrologiya səviyyəsində deyil. Artıq köhnədən gələn dərsliklərdir, köhnədən gələn nəzəriyyələrdir. Hələ də günümüzdə davam edir. Amma qismən mən düşünürəm ki, idarə eləyə bilər. Ondan əlavə, məsəl üçün, orada oxuyan tələbələrin praktikaları göndərirlər. Bu artıq praktikalarda bir növ o tələbələrin şansına hara düşdü, hansı şeflə işlədi. Artıq bu ilk addımını o şeflə atırsa, istər-istəməz o şefin psixologiyasını götürəcək,
o şef kimi mətbəxin davranmağa, aurası. bəli. Artıq Kumir seçir özünə belə deyək. belə deyək, hə, bir növ ondan əlavə o şefin diktə elədiyi bir şeyləri gələcəkdə o da ətrafına diktə eləməyə çalışacaq. Artıq burada biraz belə qarşılıq yaranır. Kim düz, kim səhvdir. Bu biraz mövhum elə bir şeydir ki, kimin düz, kimin səhv olduğu hər bir yolu var. Məsəl üçün bizdə gənc tələbələr açırlar artıq indi platformaları, Instagram, Facebook, TikTok, qarşılarına müəyyən bir videolar çıxır. Fotolar çıxır, hansı ki Fransanın mövzu açdınız, oradan vururam. Müəyyən işlər görürlər, yaxşı mənada, fərqli işlər görürlər və gəlirlər o xəyalla aşpaz olurlar, amma reallıqlar tamam fərqli olur. Mətbəxlərə daxil olurlar, görürlər ki, birinci mətbəxlər tam o standartlarda deyil, padaşalar o standartda deyil, müəyyən sıxıntılar var. Yəni, bu Azərbaycanda bir 99% restoranlarda belə bir sıxıntılar var, belə bir problemlər var. Siz bu gənclərə nə tövsiyə edə bilərsiniz? Gənclərə tövsiyə eləyərəm ki, ilk öncə Instagramda profil açan kimi qarşısına şef yazmasınlar. Ən əsası budur, TikTok olsun, digər platformalar olsun. Belə bir şeydir. Yəni şef olmaq üçün ümumiyyətlə bu sektorda belə deyək, sektorun altına öz imzanı atmaq Bu üçün. adı qazanmaq lazımdır da, belə deyək. Adı qazanmaq, artıq adı kim verir, kim vermir, bu biraz mübahisə mövzusudur. Amma yəni bəlli bir mərhələlərdən keçmək lazımdır. Siz yəni illərlə komidə işləyə bilərsiniz, demir şefdə işləyə bilərsiniz. Bəzən ola bilər şef departı olub şefin əvəzinə mətbəxi də idarə edə bilərsiniz. Artıq burada siz zaman-zaman, ilbəil formalaşmalısınız. Birdən-birə bir nərdivan kimi düşünün. Bir nərdivanın ən yüksəyinə çıxmaq olmaz. Təəssüf ki, indiki günümüzdə aşpazlar məsəl üçün yemək tərkibləri, deyək ki, o yeməklərdə uyğunlaşan qidaları və yaxud bişirmə proseslərində gedən reaksiyaları və ümumi Texnikalar deyək. Texnikalar, mətbəx haqqında anlayışın heç birini bilmədən artıq birbaşa nərdivanın ən üstünə dırmaşmağa çalışır və bu altı boş bir şeflik artıq nərdivan yerlənəcək, bir zaman sonra yıxılacaqsınız. Təəssüf ki, məsəl üçün bu biraz günümüzün belə deyək də bu gastronomiya sektorunda qlobal problemidir. Mən tövsiyə edirəm ki, çox oxusunlar, çox gəzsinlər, çox yaxşı şeflərlə ünsiyyət qursunlar. Mən belə deyim də aşpazlığa başlayanda bacardığım qədər aldığım maaşı düzdür, az bir məvaciblə başlamışıq. İndi ona da toxunarıq ümid edirəm. Bacardığım qədər fərqli restoranlarda, indi hər nə qədər ölkəmizdə fərqlilik çox olmasa da, bacardığım qədər fərqli restoranlarda nələrsə dadmağa çalışmışam və yaxud oranın şefləri ilə ünsiyyət qurmağa çalışmışam ki, artıq mən fərqli dadlara öz reseptorlarımı alışdırım, fərqli insanlarla görüşüm, onların fikrini alım və onların fikrini öz beynimdə filtrdən keçirdim ki, mənim hədəflədiyim yolda hansı düzdür, hansı səhvdir. Biz kolleqayıq da, biz də şefi bu mövzunu istəyirəm ki, biz dilə gətirək. Azərbaycanda 90% restoranların menüsü standart. Yəni bir inkişaf üçün nəsə eləmək istəyirsən, ya qonaq tərəfdən qabağını kəsdir, ya rəhbər şəxslər tərəfindən ki, yəni satışa təsir edəcək, bunu qonaq anlamayacaq. Bunu biz necə aşa bilərik, necə həll edə bilərik, bununla necə barışıb fransız, italyan, yəni İtalyanlar gəlir Azərbaycana məsəl üçün istədiyi menünü tərtib edə bilərik, istədiyini qoyur. Bəlkə də İtaliyada o yeməklərin adı fərqlidir. Azərbaycana fərqli bir adla daxil edər o yeməkləri ki, var bunlar Azərbaycanda. Biz bunu necə aşaq? Necə öz Azərbaycanımıza, çünki Azərbaycanda çox istedadlı şeflər var. Yəni bizim adını bilmədiyimiz, tanımadığımız çox istedadlar var. Sadəcə gün üzünə çıxarda bilmirik. Çünki reallıqlar tamam başqadır. Nəsə eləmək istəyirsən, amma sənin bir yerdə elə bir divara ilişib qalırsan. Bu mən düşünürəm ki, çox şaxəli bir mövzudur. Burada məsəl üçün qonaqların da təsiri var, investorun da təsiri var, bizim bazarın da təsiri var, hansı ki ərzaq bazarını nəzərdə tuturam. Plus şeflərin də təsiri var. Artıq sektoru dəyişmək üçün ilk öncə mən şeflər tərəfdən deyirəm, ilk öncə bütün ərzaqları Azərbaycanda yetişə bilən bitkilər olsun, digər qidalar olsun. Eynən biz qida sahəsində çox sıxıntı çəkirik. Yaxşı tanımaq lazımdır. Çünki bizdə məsələn elə yerlərdə elə şeylər yetişir ki, düzdür bunlar mövsümi şeylərdir, amma mövsümi menülər hazırlayarkən bunlardan istifadə edirik. Bizdə də yaradıla bilər də, yəni belə bir şeylər yaradıla bilər. Biz xarici məhsullarla işləyirik. Belə bir şey deyim də, gəlişində sıxıntılar çəkirik falan. Yəni belə bir şeylər də olur. Təbii ki. Biri var boş, yəni mənə görə məsələn gastronomiya bir incə sənət növüdür. Biri var teatra çıxıb boş səhnəyə teatr bir tamaşa oynayasınız. Biri var qarşınızda artıq bir sizi anlayan kütlə var və siz ona
sənətinizi çatdıra bilirsiniz. Eynilə də qastromiyada elə bir şeydir. Yəni bir kütlə olmalıdır sizi anlayan, bu da burada söhbət qonaqlardan gedir. Yeni şeylər dadmağa meyl eləyə bilən, sizin fərqliliklərinizi anlaya bilən və dünya qastromiyasından az da olsa bilgisi olan ki, artıq siz onun qarşısına belə deyək bir amujbuş qoyanda bu biraz burun əyib bu balaca bir şey nədir, utanmırsınız demək əvəzinə. Onların da səbəbi bir çox aşpazların sənətə olan sevgisinə yox, pulun arxasınca düşdükləri üçün yaranır. Yəni onlar o qədər standart şeylərdən istifadə edirlər ki, ona görə də bizdə ağız dadları dəyişmir. Yəni hamı standart eyni qaydada qalır. Bütün restoranlarda demək olar ki, menyular eynidir, standart və klassik belə davam edir. Yəni yeni bir şeylər çox gec-gec ortaya çıxır. Burada tək aşpazları günahlandıra bilmərik. Məsələn, bir investor bir restoran qurursa, o artıq istəyər ki, invest elədiyi vəsait batmasın. Təbii ki də. Məcbur olur, belə deyək də bir bazar kimi düşünün. Yanda alma satırlar, burada alma satırlar, sən də alma satırsan ki, düşünmürsən ki, mən bəlkə armud satsam Fərqli yaradaram. daha fərqli ola bilər. O investor istəmir büdcəsi batsın. Aşpaz bir tərəfdən indi yaxşılarını nəzərdə tutmuram. Aşpaz məsəl üçün biliyi ora qədərdir, deyir, hə bu satılır falan restoranda işləyəndə bu satılırdı. Elə mən bu tərkibdə menyu yazım. Qonaq da gəlir, məsəl üçün ola bilər qonaq gəlsin, fərqli bir şey üçün gəlsin, amma onu tapmasın. Məcbur olub oradan nəsə özünə uyğun bir şey seçsin. Amma qonaq da var ki, standart artıq evdən çıxanda beynində tutur ki, mən gedib nə yeyəcəm. Məsəl üçün öncədən Instagramda bu saat platformalara hamı aktiv istifadə edir. Baxır orada məsəl üçün menyuya artıq nəzərində tutur ki, mən nə yeyəcəm, gedir onu sifariş edir. Ümumiyyətlə burada sektorun dəyişmək üçün mən düşünürəm bu ildən etibarən bir qığılcımlar var. İstər yəni bizim də bir layihəmiz var. Sizin bu yeni layihənin sayəsində yavaş-yavaş danışdıqca nələr yoluna qoya biləcəyik ümid edirəm. Elə bizim də bu proyekti yaratmaqdan məqsədimiz odur ki, müəyyən qastrologiyada, Azərbaycan kulinariyasında yaranan müəyyən o məhdudiyyətlər, müəyyən çərçivələr var və biz bu çərçivələri aşmalıyıq. Bunu da aşmağın yolu birlikdir, danışmaqdır, müzakirə eləməkdir. İnşallah bu sənəti sevdirmək lazımdır. Bəli, yəni aşpazlıq sadəcə maddiyyatdan ibarət deyil. Həqiqətən aşpazlıq, şeflik bir sənətdir, bir sənət təmsil edir. Biz də o belə deyək, o sənətin aktyorlarıyıq. Biz o rolu nə qədər yaxşı oynasaq, tələbələrə o qədər çox motivasiya verə bilərik, o qədər çox belə deyək, dəstək ola bilərik. Qonaqlarla mən düşünürəm ki, bir qədər İnkişaf ağız dadlarını inkişaf elətdirsələr, yəni bizim üçün də çox çeşid ortaya qoymaq daha yaxşı olar. Mən burada investorları daha çox günahlandırıram. Niyə? Niyə günahlandırıram? İnvestorları günahlandırıram ona görə ki, bu klassikadan çıxa bilmirlər. Aşpazlara güvənmirlər. 10 il, 15 il bundan qabaq restoran sifirası çox Azərbaycanda aşağı səviyyədə. Nəyə mənada? Çünki restoran sayı az idi. Bir müddət sonra bu sahəyə yatırımlar gücləndi. Hər kəs restoran açdı, bir ucdan açdılar, bir ucdan batanlar oldu. İnkişaf getmədi. Adi kofe shopları misal çəksəm, milyon dənə eyni vaxtda kofe shop açıldı. Ayaq üstə qalan da 10-15 dənə belə brend, yüksək markalar, fransizinglər qaldı. Amma milli adı ilə asılanların bir çoxu iflas elədi. Səbəb də sırf maddi, burada pul var deyib bu sahəyə hücum çəkməkdir. Eylən mən onu demək istəyirdim. Bu sahəni bilməyən, məsləhət almayan şeflərdən və yaxud restoran menecerlərindən məsləhət almayan insanlar bu işə girməsinlər. Məsələn, Avropada şeflər restoran açır, Michelin alırlar ki, kateqoriyada da birinci növbədə restoran şefin olmalıdır. Amma Azərbaycanda hələ o sahəyə çatmağa o qədər pləkan var ki, sən bir mərdivəndədir. Yəni inanılmaz biz qalxış eləməliyik bu sahədə. Çünki biz restoranlara açırlar pul qazanmaq məqsədi ilə. Yəni orada bir nəsə sənət nümayiş elətdirmək, nəsə yaratmaq, yeni qonaqlar cəlb eləmək, yeni konsept qurmaq məqsədi ilə maalesef çox adamlar yaratmır. Amma bunu yaratsalar məncə aşpazlar da xoşbəxt olar, qonaqlar da xoşbəxt olar. Təbii ki, ümumi bir xoşbəxtçilik ola bilər. Bizdə buna çatmaq bir qədər məncə illər alacaq. Çünki birincisi bizim şeflər hələ o düşüncədə deyil. Ondan əlavə yetərincə investisiya yoxdur əlində ki, öz şəxsi restoranını açsın. Yəni bəlkə də düşüncə var, amma yəni bizim oğlanlar var, şərait yoxdur. Yox. Əslində sektorda elə belə deyim də, əslində problem ümumisi inkişaf eləmir. Müəyyən restoranlar var ki, öz belə deyək də hype-ını qoruyub, hər şeyi normal saxlayıb, haçan getsəz eyni daddır, eyni servisdir, xidmət eyni səviyyədədir. Şəxslər dəyişə bilər, amma öz sistemini saxlayıblar. Bizdə sadəcə belə deyək, restoran açılır. Mən bunun bir çox yerdə şahid olmuşam ki, hər şey əla, idealla başlanılır, mükəmməl, biz ən yaxşısı olmalıyıq, biz partladacağıq, biz belə, biz elə. Bir müddət sonra baxır ki, o həqiqətən o partlatmaq istəyi ona baha başa gəlir.
Çünki orada artıq xərclər çoxalıb, işçi sayı çoxdur. Başlayırlar müəyyən yerlərdən qısmağa və o keyfiyyəti istər-istəməz belə deyək də ən yaxşı premium ətlə işləyirlərsə, bir azad aşağısı neçə olar, daha ucuzunu gətirək. Daha ucuzunu gətirək deyə öz qurduqları dağı uçurdurlar da, belə deyək. Yəni o zirvəsinə çatmamış uçurdurlar. Nəticəsini düşünmədən keyfiyyəti aşağı sala bir də baxır ki, əlində halbuki bəlkə biraz dözsələr, istədikləri yerə çatacaqlar. Prosta onu biraz elə bir ki, tələsirlər, qorxurlar. Ümumiyyətlə mən düşünürəm ki, bəlkə də plansız hərəkət edirlər. Çünki birdən-birə konsept tapmaq məsəl üçün asandır. Deyirsən 5 dənə restoran yazırsan, ortaqlaşa bir şey götürüb konsept yarada bilərsən. Önəmli olan öz konseptini yaratmaq, hansı ki heç kimdə olmayan bir şeyi ortaya qoymaq. Bu saat məsəl üçün restoranlar açılır, ən problem tərəfi odur ki, mənim fikrimcə. Restoran açılır, interyer hər şey çox gözəl düzəlir, mətbəxi kimsə qurur, yaddan çıxır sonra ki, şef gəlir. Sonra şef gəlir, 1000 kvadrat obyekti 10 kvadrat hə, şef gəlir, məsələn baxır mətbəxə, düşünür ki, mən bu mətbəxdən maksimum nə çıxarda bilərəm. Məsələn, investor səndən aylıq 100 min gəlir gətirə biləcək bir menyu istəyirsə, sən maksimum oradan 10 min, 15 min çıxarda bilərsən. Çünki nə avadanlıq o keyfiyyətdə deyil, çünki bilən adam seçməyib, nə mətbəxin quruluşu, mətbəxdə lazım olan hansı ki məqamlar var, onlar yoxdur. Mətbəx özlüyündə bir təhlükə ərz edir, hansı ki məsafələr çox qısadır. Artıq bir nəfər orada işlədiyi halda digər bir adam oradan keçə bilmir. İsti, təhlükə, tokla işləyirsiniz, ondan əlavə standartlaşmayan bir mətbəx. Yəni qeyri-standart bir mətbəx və biliniz ki, bu bilməyən adam tərəfindən qurulan bir şeydir. Məcbur orada işləyə bilən də işləyir, yəni məcburiyyətdən işləyir, belə düşünürəm, amma qəbul eləməyən adam da çox var. Mən düşünürəm ki, əgər bir restoran qururlarsa, ən azından ilk növbədə şeflərdən İlk növbədə orada çalışacaq şef. Hansı ki, məsləhətçi şeflər ola bilər. Hə, gəldim mən məsəl üçün. Bir də bizim məsəl üçün o dırnaqarası məsləhətçi şeflər belə düşünürlər. onlar pul arxasına düşüblər məncə. Yəni pulu alır və gedir. Yəni ortada bir şey yox. Özünə əsasın fikirləşmir. Yəni sən sabah gəlirsən ki, bunu kim qurub? Yəni belə bir şeylər yaranır. Ondan yaranır. əlavə məsəl üçün düşünür ki, belə deyək, 100 kvadrat bir yerdir. Deyirsən 15 kvadratın ayrı mətbəx. 3 dənə stol çıxır orada. Hə, qalan yerinə stol yüklə. Daha çox. Məsələn, şahənazor 15 kvadrat mətbəxdən yerini çıxardarlar. Yəni bunların əsas məqsədi qonaq çağırmaqdır. Qonağı çağırdın, bəs qonağa nə verəcəksən? Yəni nə satacaqsan? İnvestorun başı çıxmır. Məcbur razılaşır. Artıq mən düşünürəm ki, həmin əgər restoran qurulursa, o restoranda işləyəcək olan şeflə məsləhətləşmək lazımdır. Hər hansı bir məsləhətçi şeflə qıraqdan gəlib nəsə qurmaq falan bu biraz günümüzün bədbəxtliyidir. Əslində bu da biraz gəlici mövzudur. Çünki o müəyyən adamlar var. Hansı ki 2 adam var, bir-birini tapmaq istəyirlər, o adamlar bir-birini tapa bilmirlər. Yəni çünki araya elə adamlar girir ki, o məsafə getdikcə açılır. Biz qovuşduraq onları. Varsa qovuşdura bilərik. Amma müəyyən bizə müraciət eləyin, biz sizi qovuşduraq. Tələbələrdən mövzu açmışdıq bayaqları. Deməli, Azərbaycanda bu son dövrlərdə bizim də qarşımıza çıxır, gümanım sənin də qarşına çıxır. Müəyyən qurumlar var, hansı ki peşə məktəbləri deyil, amma tələbə yetişdirirlər. Yəni akademiya ola bilər, school, hər hansısa bir adnan fəaliyyət göstərirlər. Mən buna qarşı deyiləm bu arada. Sadəcə bu mövzuya toxunmağımın bir səbəbi var, onun üçün də danışıram. Bunu yaxşı bacaran adamlar da var, bacarmayan adamlar da var. Yəni ki, sən də izləyirsən, sən də baxırsan. Təəssüf ki, bu biraz biz də tələbə yetişdiririk, mətbəxlərimizdə müəyyən tələbələrimiz var. Onlara nələr isə yaxşı mənada mətbəxin ən təməlindən öyrətməyə çalışırıq. Amma qarşımızda elə video deyim də, yəni elə videolar çıxır ki, həqiqətən mən baxıram, yəni çox təhlükəlidir. Yəni bir aşpaza texnika öyrətmədən yemək bişirməyi öyrədirlər. Yəni də yemək hazırlamağı öyrədirlər, hər hansısa bir yeməyi. Yəni bu nə qədər düzgündür də, yəni məncə düzgün deyil. Gələcək üçün canlı bombalar yetişdirirlər. Hansı ki, pul müqabilində olur bu. Bir aydan sonra səhifələrində şef yazan olardı da. Mən şefəm, amma mən şef ola bilmirəm, niyə? Çox belə deyim də, məsələn, mənim düşüncəmcə ölkədəki ən nəzarətsiz sektor gastronomiyadır. Kimin diplomlu olduğu, kimin diplomsuz olduğu, kimin nə bacardığı, kimin nə verə biləcəyi bilinmir. Bir xaosun içindəyik və bu xaosdan sıyrılmağa çalışırıq. Əsas odur ki, tanışlıqla gedə bildik də qabağa. Bu xaosdan sıyrılmağa çalışırıq. O qurumlar mı deyim, məktəblər demək istəmirəm, çünki
təməldən bir şeyi tələbəyə öyrətmirsinizsə, hansı ki, mətbəxdə davranış qaydaları, təhlükəsizlik qaydaları, Hasp standartı, qaydalar, qida bəli, təhlükəsizliyi. qida təhlükəsizliyi, təmizlik filan, ümumiyyətlə mətbəx xaosunda davranış qaydaları, sizin bir üstünüzə müraciət formaları. Ondan əlavə artıq başlayır, məsələn, texnikalar, hansı ki, bişirmə texnikaları, doğrama texnikaları, belə deyək də bir növ giriş, bir kitab oxuyursunuz, belə nəzərdə tutun. Onun bir ön sözü olmalıdır. Artıq ondan sonra bir psixoloji olaraq mətbəxə adaptasiya müddəti var. Daha sonra bu periodları keçəndən sonra yavaş-yavaş artıq tələbəyə nə isə bişirdirmək olar, nə isə doğratdırmaq olar ki, birdən-birə mən belə düşünürəm ki, məsəl üçün bu sektorda belə deyim də, qara fəhlə işçi qüvvəsi var, hansı ki, onlar da təzə başlayan tələbələrdir. 100%. İşin təməli əvvəl olardı. Hə, bəzi şeflər məsələn bunu nəyə görə eləyir? Belə deyək də, ucuz işçi. Ucuz işçi hansı ki, peşə məktəblərindən və ya digər o kurslardan gəlirlər. Bunlara bir şey də deyim də, şefləri buna məcbur eləyən bir məqam da var da, yəni məsələn, Şeflər verilən büdcə var. Yox, Verilən büdcədən də çox şey asılıdır ki, məsələn, şefə bəlli bir büdcə verirlər. Şef ona uyğun işçilər yığa bilmir, deyə ucuz işçilərə qaçır və yaxud daha çox pul qazanmaq istəyir. Şefin günahıdır. Nəyə görə? Çünki sən əgər komanda formalaşdırırsansa, istər kominin, istər su şefin, istər şef departinin məsəl üçün büdcələrini nəzərə alıb artıq investorla o büdcə ətrafında. Bizdə yəni indiki dövrdə bir çox yerlərdə demək olar ki, elə bir şey yoxdur. Yəni düz aşbazsan, düz. Yəni orada vəzifə yoxdur. Bəli. Bir şey yoxdur. Məsələn, yəni bir şey dənə də başa aşbazsan, hər şey eləyə bilərsən. Universal aşbaz. Hə, universal aşbaz. Kimdir bura? Mənəm, mən Asminogam, 8. Misal üçün üzr istəyirəm. Çox qruplarda elanlar çıxır da, universal aşbazam, iş axtarıram, filan qədər məvacibə. Bu universal deyəndə biz nə başa düşürük, nə başa düşək? Bir növ Asminog. 8 ayağı olmalıdır, 8 əli olmalıdır. Bu adam bütün pozisiyaları mükəmməl şəkildə bilməlidir. Və 30 manat maaş almalıdır. Yəni bu 30 manat, yəni məncə çox bunu biraz ciddi qəbul eləyəcəklər. Yəni zarafat edirik. Bu 30 manat, yəni necə xərcləyəcək bu aşbaz? Yəni məncə bu çox fərqlidir. Pul demişkən, bu aşbaz məvaciblərinin bir standartı olmalıdır. Çünki biz indi bilirik sektorda pozisiyaları ki, məsəl üçün şef, demi şef, su şef, komi, yəni bizim bu standartları bilirik. Amma bunu çox sahibkar da bilmir. Onu gəlib deyəndə şef departı götürürəm işə, demi şef götürürəm, ya komi götürürəm, o başa düşmür. Onun üçün aşbaz var, aşbaz köməkçisi var, bitdi. Yox, əsas aşbaz dayday olmalıdır. Ümumi mən olmalıdır aşbazı. İlk başlayım bu universal aşbaz mövzusundan. Belə deyək də, Augusto Escoffier-in qurduğu bu brigada de cuisine sistemində universal aşbaz deyə bir anlayış yoxdur. Maksimum orada turnament deyilən bir şey var. O da ki, işlədiyi, çalışdığı mətbəxdə hər bir sahədən anlayışı olan bir aşbazdır. Artıq o digər bir mətbəxə keçdikdə universallıq qalmır orada. Yəni dedikləri kimi universallıq qalmır, turnamentlik qalmır. Yenidən o mətbəxin hər bir sahəsini öyrənməlidir ki, orada turnament olsun. Bu arada bu bizim fikirlərimizdir. Sizin fikirləriniz tamam fərqli ola bilər və rəylərdə də onu bildirə bilərsiniz. Daşqın, çox sağ ol, minnətdarıq. Gəldin, öz fikirlərimizdən bölüşdün, izləyicilərimizdən bölüşdün. Var ol. Çox sağ ol. Təşəkkür edirəm. Xoş olun. Çox sağ olun. Çox təşəkkür edirəm. Masa arxasını izləməyi unutmayın. Bizi izləməyi unutmayın, izləmədə qalın. Hələlik.